Salam əziz müəllimlər, təhsil verənlərin sertifikatlaşdırması prosesinin üçün nəzərdə tutduğumuz maarifləndirici videoların növbəti buraxılışı ilə efirdəyik. Bugünkü mövzumuz metodika və pedaqogikaya aiddir. Mövzu ilə bağlı qonağımız isə Təhsil İnstitutunun əməkdaşı Aynur xanım Rüstəmovadır. Xoş gördük sizi Aynur xanım. Xoş gördük Pərinə xanım. Mən də sizi salamlayıram və hörmətli izləyicilərimizi salamlayıram. Əziz müəllimlər, bugünkü mövzumuz sinfin səmərəli idarə edilməsidir. Aynur xanım, sinfin səmərəli idarə edilməsi deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə, sinfin səmərəli idarə edilməsi deyəndə orada gedən bütün proseslər, yəni öyrətmə və öyrənmə üçün səmərəli mühitin yaranması, sağlam emosional dəstəkləyici mühitin yaranması, təhlükəsiz mühitin yaranması. Təhlükəsiz mühit deyəndə burada həm təhlükəsiz texniki, həm təhlükəsiz fiziki, həm təhlükəsiz emosional mühiti qurulması nəzərdə tutulur və əlbəttə ki, şagirdlərdə düzgün ünsiyyət prosesinin qurulması, bunun nəticəsində də öyrənmə və öyrətmə prosesinin səmərəliliyinin artırılması nəzərdə tutulur. Bəs sinfin səmərəli idarə olunması təlim mühitinə necə təsir göstərir? Sinfin səmərəli idarə olunması sinfdə səmərəli öyrənmə mühitinin formalaşmasına gətirib çıxardır. Bundan əlavə, şagirdin daxili keyfiyyətlərinin, müxtəlif dəyərlərinin formalaşmasına, onun daha nizam-intizamlı olmasına gətirib çıxardır və kömək edir. Bundan əlavə, şagirdin öyrənməsinə təsir edən mənfi davranışların minimuma endirilməsinə gətirib çıxardır və eyni zamanda öyrənməni dəstəkləyən fəaliyyətin artması ilə nəticələnir. Yəni, dolayısıyla sinfin düzgün, effektiv idarə olunması, sinifdə akademik nəticələrin yüksəlməsi, şagirdlərin təfəkkürünün inkişaf etməsi, şagirdin şəxsiyyət yönümlü inkişafına gətirib çıxardır. Müəllimlər sinfi səmərəli idarə etmək üçün müəyyən qaydalar tərtib edirlər, prosedurlar müəyyənləşdirirlər. Yalnız qayda və prosedurlarla sinfi səmərəli idarə etmək kifayətdirmi, yoxsa başqa strategiyalar, texnikalardan da istifadə etmək olar? Qaydaların tərtib olunması, prosedurların müəyyənləşdirilməsi əlbəttə ki, sinfin səmərəli idarə edilməsinə xidmət edir, amma bu texnika və strategiyalardan yalnız biri və ya ikisidir. Sinfi səmərəli idarə etmək üçün bir çox texnika və strategiyalar var ki, bunlar hamısı bir yerdə düzgün və effektiv istifadə olunanda müəllim lazımi nəticəni əldə edə bilir. Biz bugün sizə təqdim edəcək sinfin səmərəli idarə olunması üçün müxtəlif texnika və strategiyaları, bunu niyə görə bu şəkildə təqdim edirik? Müəllimlərin sertifikatlaşdırma imtahanında biz artıq bu barədə danışmışıq, suallar situativ və müəllimlərin problem həll etməsini ölçən situasiyalar olur. Suallar bu şəkildə tərtib edilir və müəllimin sinfin idarə edilməsi ilə bağlı müxtəlif texnika və strategiyalarla tanış olması onun situativ tipli verilmiş sualda düzgün yanaşmanı nümayiş etdirməsinə və eyni zamanda əgər məlumatsızdırsa məlumatlanmasına, məlumatlıdırsa daha da təkmilləşməsinə və sinifdə də daha səmərəli şəkildə problemlərin həll olunmasına gətirib çıxardacaq. Hansı texnika və strategiyalar mövcuddur? Müəllim sinfi səmərəli idarə etməsi üçün mütləq şəkildə şagirdlərini tanımalıdır. Şagirdi tanımaq nə deməkdir? Şagirdi tanımaq o deməkdir ki, şagirdin maraqları, onun ailəsi, çevrəsi, ətrafı, hər bir kəslə müəllim tanış olmalı və məlumatlı olmalıdır. Bu o demək deyil ki, müəllim şagirdin bütün dostlarını şəxsən bir-bir hamısını tanımalıdır. Amma onlar haqqında mütləq məlumatlı olmalıdır. Şagirdin inkişafında, şagirdin davranışlarının dəyişməsində, ətraf mühitin ona necə təsir etməsi haqqında artıq kifayət qədər nəzəriyyələr var və bu artıq sübut olunmuş bir məsələdir. Ona görə də şagirdi düzgün yönətmək üçün, onunla düzgün ünsiyyət qurmaq üçün mütləq şəkildə şagirdləri tanımaq lazımdır və hər tərəfli tanımaq lazımdır. Bu həm də ona kömək edəcək ki, müəllim şagirdə diferensial yanaşma nümayiş etdirsin, həm öyrənmə prosesində, həm davranışda. Məsələn, elə şagird var ki, sinifdə çox aqressiv olur, müəllim bunu özünə qarşı bir negativ hal kimi
qəbul edir və yanlış bir reaksiya verə bilər. Amma müəllim şagirdi tanıyanda, o biləndə ki, məsələn, onun aqressiyasının arxasında nə dayanır? Ola bilər ki, ailədə nəsə bir problem var, ola bilər dostları ilə, yoldaşları ilə nəsə bir problem var, ola bilər şagirdin özünün daxilində nəsə bir düşüncələrə qapılıb və s. və şagird onu aqressiya formasına üzə çıxardır. Və müəllim şagirdi tanıyanda onunla düzgün ünsiyyət qurmasına gətirib çıxarır ki, bu da sinifdə sağlam emosional mühitə formalaşdırır və şagirdi öyrənməyə maraqlandırır və yönəldir. Şagirdlərinizlə tez-tez söhbət edin. Əlbəttə, şagirdi tanımaq üçün ən rahat texnikalardan biri onlarla söhbət etməkdir. Və söhbət etmək bu yalnız onu danlamaq və yaxud ona nəsihət vermək və yaxud onu sən səhv edirsən, mən səni düzgün yola çəkim tipli söhbətlərdən getmir. Məsələn, müəllimlər şagirdlərlə tez-tez ekskursiyalar təşkil edir. Ekskursiyalar zamanı yolda gedərkən şagirdlə müəllimin ünsiyyəti, o şagirdlə fikir paylaşımının aparılması şagirdi daha yaxşı tanımağa müəllimə kömək edir. Eyni zamanda şagirdlərdə belə bir yanaşma var ki, onlar qeyri-rəsmi mühitdə, yəni sinif mühiti onlar üçün rəsmi mühitdir, müəllim-şagird ünsiyyətinin müəllim-şagird müstəvisində formalaşdığı bir mühitdir. Orada şagirdlər müəllimə sırf müəllim kimi baxdığı üçün özlərinin müxtəlif istiqamətdə, müxtəlif tərəfdən müəllimə tanıtmaya bilərlər. Amma qeyri-rəsmi mühitdə, ekskursiyalarda, gəzintilərdə şagirdlər müəllimə artıq özünün bir gəzinti yoldaşı kimi baxdığı üçün onlar daha fərqli cəhətdən özlərini nümayiş etdirə bilirlər. Görünməyən tərəflərini göstərirlər. Bəli, paylaşmağa çəkindikləri tərəfləri nümayiş etdirirlər və eyni zamanda müəllimi də o cür müşahidə edirlər. Məsələn, müəllimlər niyə görə tövsiyə olunur ki, şagirdlərlə müəllimlər müxtəlif gəzintilərdə, ekskursiyalarda, öyrədici gəzintilərdə çox olmalıdırlar. O nöqteyi nəzərdən ki, müəllimlə şagirdin ünsiyyəti yalnız sinif çərçivəsində müəllim-şagird müstəvisində qalmasın. Bu, əlbəttə ki, şagirdi tanımağa və sinifdə ona necə yanaşmaq lazım olduğunu müəllimə kömək edəcək. Və müəllim əlbəttə ki, şagirdə düzgün yanaşanda, yenə də bayaq qeyd etdiyimiz kimi, şagird daha çox sinifə, məktəbə və öyrənməyə meyllənəcək. Özünüz nümunə olun, yəni rol model. Bu çox vacib məsələdir. Əgər müəllim şagirdə yalan danışma deyib, özü yalan danışırsa və şagird bunu müşahidə edirsə və yaxud müəllim şagirdə yerdən hər hansı bir düşmüş əşyanı götürməyi tövsiyə edirsə, amma özü götürmürsə və onun yanından düz keçirsə, əlbəttə ki, şagird heç vaxt müəllimin sözünü eşitməz. Çünki hamımız bilirik ki, uşaqlar eşitdikləri ilə yox, gördükləri ilə tərbiyə olunurlar. Və bu, müəllimin rol model olması, istəyir geyimi ilə, istəyir davranışı ilə, istəyir nitqi ilə, istəyir fəaliyyəti ilə, başqaları ilə ünsiyyəti ilə, dediyi sözlə, hər müxtəlif istiqamətlərdə bu cür özünü nümunə kimi göstərməsi qarşı tərəfin də düzgün istiqamətlənməsinə kömək edir. Qayda və prosedurlar bayaqlar sizin qeyd etdiyiniz kimi, bu da texnikalardan biridir. Burada əsas məsələ ondan ibarətdir ki, qaydalar və prosedurlar şagirdlərlə bir yerdə hazırlansın, xüsusən də qaydalar. Bu da bir növ psixoloji məqamdır. Əgər müəllim özü qaydanı kənardan özü diktə edirsə ki, bizim sinifdə bugündən bu qayda var. Şagirdin o qaydaya riayət etməsi bu 50%-dir. Bəli. Çünki problemi şagird özü müəyyənləşdirməyib, ona kənardan problem kimi təqdim olunub və problemin həlli kimi bu addım göstərilib və nəticə etibarən ola bilər ki, şagird desin ki, mən heç sizin nə problemlə, nə də problemin həlli yoluna razı deyiləm. Və onun o qaydaya riayət etməsi sadəcə danlaq eşitməməsi, formal xarakter daşıyacaq. Bəli, danlaq eşitməsin, irad eşitməsin. Amma şagirdlərlə bir yerdə qaydalar tərtib olunanda, məsələn, müəllim sinifə müraciət edir ki, sinifdə hər hansı bir intizam problemi var və yaxud hər hansı başqa bir problem var. Sizcə biz bu məqsədə çatmaqda, bu işi uğurlu etməyimizdə nəyi düzəltməliyik? Problemi siz nədə görürsünüz? Və təcrübə onu göstərir ki, şagirdlər adətən bu problemi özləri çox yaxşı bilirlər.
onun həlli yolunu da çox gözəl bilirlər. Sadəcə özlərinə əl vermir deyə ona görə bu problemə də, onun həlli yoluna da göz yumurlar. Və üstə gəldi müəllim bu problemlə bağlı onlara müraciət etməyəndə, problemin həlli yolunu istəməyəndə şagirddə belə bir fikir formalaşır ki, müəllim bu problemi həll etməkdə maraqlı deyil. Yəni o maraqlı deyilsə, mən də təşəbbüs göstərməməliyəm. Amma müəllim bu sualla müraciət edəndə şagirdlərdən problemlər çox gözəl gəlir və problemin həlli yolu da çox rahat şəkildə müəyyənləşir. Əlbəttə ki, burada müəllimdən müəyyən professionallıq, peşəkarlıq tələb olunur ki, onları düzgün istiqamətləndirsin, onları düzgün düşündürsün, refleks edici suallar versin, aydınlaşdırıcı, yönəldici suallar versin və şagirdi o problemi müəyyənləşdirməyə, eyni zamanda onun problemin həlli yolunu qayda şəklində müəyyənləşdirməyə kömək eləsin. Və beləliklə çox qayda yaratmağa ehtiyac yoxdur, çünki bu sinfi bir növ çərçivəyə salınacaq və çox qayda olanda heç bir qaydaya uşaqlar riayət eləmir. Qaydanı da ona görə tərtib edirlər ki, şagirdlərdə bir daxili nizam-intizam formalaşsın. Yəni şagird bilsin ki, harda susmaq lazımdır, harda danışmaq lazımdır, hansı hərəkəti etmək olar, niyə etmək olar, niyə etmək olmaz və s. Belə olanda şagird əlbəttə həm şəxsiyyət kimi formalaşır, həm effektiv vətəndaşa çevrilir və onun ümumiyyətlə daxili nizam-intizamı olan şəxs o bütün fəaliyyətində, gələcək həyatında böyük uğurlara imza atan şəxs olur. Beləliklə də qayda və prosedurların olması, xüsusən şagirdlərlə birlikdə hazırlanması və sinfin görünən yerindən asılması ki, şagirdlər daim onu görsünlər, bu bir göz yaddaşıdır, eyni zamanda sanki xatırlatmadır və bunu öz fəaliyyətlərində icra etsinlər. Bu da sinfi idarə edilməsinin səmərli yollarından biridir. Şagirdlərin təşəbbüsünü dəstəkləyin. Bu çox vacib məsələdir. Şagirdlər, onlar beyinləri çox açıq, çox yeni, müasir cəmiyyətə uyğunlaşmış, müasir cəmiyyətin fikirlərini özlərində toplayıb, amma harda hələ necə istifadə edəcəyini bilmirlər. Müəllimdən istənilən odur ki, şagirdin hər hansı bir məsələ ilə bağlı, hər hansı bir işlə bağlı əvvəla onu təşəbbüs etməyə yönəltsin və sonra o təşəbbüsü dəstəkləsin. Yəni şagirdə bir xoş söz demək, onu lap tərifləmək yeri gələndə. Yəni heç kim demir ki, şagirdi tərifləmək olmaz. Şagirdin hər hansı bir fəaliyyətini xüsusilə vurğulamaq və yaxşı söz demək, bu çox vacib məsələdir. Bu şagirdin gələn dəfə daha başqa bir fəaliyyətdə, daha səmərəli bir təşəbbüslə çıxış etməsinə gətirib çıxardacaq. Və beləliklə şagird inanacaq ki, sinifdə demokratik bir mühit var və şagirdin sözü bu mühitdə dinlənilir. Elə olanda qarşılıqlı etibar və güvən formalaşır. Müəllimlə şagird arasında etibarı olan bir mühitdə o həmişə ora sevə-sevə gəlir. Sevə-sevə gəldiyi üçün dərs ona ağır görsənmir və ağır görünmədiyi üçün onun təlim nailiyyətləri istər-istəməz yüksəlir. Və bizim bütün məqsədimiz odur ki, biz cəmiyyət üçün faydalı vətəndaş yetişdirək, həyati bacarıqları olan insan yetişdirək və bunun üçün də mütləq şəkildə sinifdə o sağlam mühitin formalaşması çox vacib məsələdir. Şagirdə müsbət gözləntilər qoymaq da həmin məqsədə xidmət edir. Yəni, şagirdə deyəndə ki, sən bunu bacarırsan, yaxşı təşəbbüslərlə çıxış edirsən, çox uğurlu fikirlərin var, bu kimi sözlər deyəndə siz bunu edə bilərsiniz. Belə sözlər deyəndə şagirdə müsbət gözlənti qoymuş oluruq ki, şagird istər-istəməz şuuraltı özünü ona hazırlayır. Mənfi gözlənti qoyanda sən bunu edə bilməyəcəksən, sən elə həmişə beləsən, düzəlməyəcəksən, yenə də şagird şuuraltı özünü ona hazırlayır, ona fokuslayır. Dolayısıyla yolla həm davranışı yaxşı olan, həm davranışı pis olan şagirdi yenə də müəllim formalaşdırır. Müəllimin dediyi söz, müəllimin ünsiyyəti, müəllimin münasibəti. Eyni zamanda müəllimin münasibəti də digər şagird yoldaşlarına təsir edir. Onlar da həmin şagirdə eyni münasibəti bəsləməyə çalışırlar. Bəli. Müəllimin sinifdə atdığı addım, müəllim sinifdə həmişə avtoritetdir. Yəni, o şagirdin gözündə çox hörmətli bir şəxsdir. Əlbəttə, müəllim bunun üçün
çox çalışmalıdır. Adətən yəqin ki, müşahidə eləmişsiniz ki, şagirdlər evdə valideynlərin sözünü eşitmirlər, amma məktəbdə müəllimin sözünü eşidirlər. Xüsusi ibtidai sinifdə formalaşma zamanı bu daha çox müşahidə olunur. Və müəllimin bu cür özünü nümayiş etdirməsi üçün bayaqdan saydıqlarımız rol modeli olması, düzgün ünsiyyət qurması, şagirdin təşəbbüsünü dəstəkləməsi, müsbət gözlənti qoyması bu çox vacib məsələdir. Və nəticə etibarilə şagirdlər müəllimlərin sənət əsəridir. Yəni müəllim sinifindən razıdırsa, o deməkdir ki, o özündən razıdır. Müəllim sinifindən narazıdırsa, deməli birinci o özündən narazı olmalıdır. Çünki şagirdlər müəllimin güzgüsüdür. Bütün bunlar hamısı sinifdə istər-istəməz nizam-intizamın yaranması ilə nəticələnir. Yəni daxili nizam-intizam olanda artıq şagird dərs vaxtı öz vaxtını idarə edir, tapşırığı icra etmək əvəzinə söhbət etmir və yaxud yoldaşı danışanda başqa işlə məşğul olmur, yoldaşına qulaq asır. Bu özü sinifdə bir səmərəli mühitin formalaşmasına və dolayısıyla yola nizam-intizamın formalaşmasına gətirib çıxarır. Nizam-intizamı müxtəlif yollarla eləmək olar. Avtoritar yolla, qışqırmaqla, qorxutmaqla və s. və bayaqdan bizim saydıqlarımız yollarla, qayda və prosedurlarla, şagirdlə düzgün ünsiyyət qurmaqla bununla da nail olmaq olar. Şagirdlərin valideynlərinə yaxşı söz demək üçün zəng edin. Müəllimlər çox təəssüf ki, çox bir problem olanda valideynlə ünsiyyət. Düz bu hamıya aid deyil, amma bu daha çox müşahidə olunandır. Belə bir yanaşma var ki, hər şey yaxşıdırsa, valideynin bundan niyə xəbəri olsun ki? Yəni səs yoxdursa, yəni müəllim tərəfindən bir siqnal yoxdursa, bu deməkdir ki, hər şey yaxşıdır. Amma müəllim özünü empatiya qursa, valideynin yerinə qoysa, eyni zamanda şagirdin yerinə qoysa, görəcəyik ki, valideynin də öz övladı haqqında yaxşı söz eşitməsinə ehtiyacı var və şagirdin də onun uğurlarından valideynin xəbər tutmasına ehtiyacı var. Belə olanda əvvəla şagirdin müəllimə inamı artır. Yəni şagird bilir ki, o yaxşı iş görəndə müəllim valideyninə zəng edib onun yaxşı işləri haqqında məlumat verəcək. Valideyn də bilir ki, müəllimin adını telefonda görürsə, bu o demək deyil ki, sinifdə nəsə baş verib, nəsə bir hadisə olub və yaxud onu danlamaq üçün zəng edirlər. Belə olanda həm valideynlə müəllim arasında, həm şagirdlə müəllim arasında çox gözəl, mehriban bir ünsiyyət yaranır. Və bu ünsiyyət sağlam ünsiyyət olur. Belə olanda istər-istəməz şagirdin sinifdə davranışı, münasibəti dəyişir. Bu da çox vacib məsələdir ki, yenə də sinifin idarə olunmasında öz əksini tapır. Eyni zamanda belə bir mühitdə şagirdlərin özləri arasında olan ünsiyyət də səmərəli olur. Məsələn, qrup işlərində uşaqlar konfliktə getmirlər və yaxud məsəl üçün hər hansı bir fəaliyyət zamanı onlar bir-birinə kömək eləməyə çalışırlar, nəinki rəqabətə girməyə və yaxud da ki, məsələn, bir-birlərinə yol göstərirlər, onlarda müəyyən dəyərlər formalaşır, empatiya formalaşır, emosional intellekt inkişaf edir və bütün bunlar hamısı nəticədə bizim sağlam düşüncəli vətəndaşın formalaşmasına, şəxsiyyət kimi vətəndaşımızın formalaşmasına gətirib çıxardır ki, biz cəmiyyətdə həmin vətəndaşlarla hər gün üz-üzə gəlirik. Şagirdləri dərsdənkənar tədbirlərə cəlb edin. Bu haqda ətraflı danışmaq istəmirəm, çünki bayaqki fikirlərin içində bu fikri biz səsləndirmişdik ki, dərsdənkənar tədbirlərdə müəllimlə şagird arasında ünsiyyət sinif çərçivəsindən çıxır və bu səmərəli olur. Təlimlə iş prosesi ilə bağlı olmayan davranışın qarşısını tez almaq. Siz hamımız uşaq olmuşuq və bilirik ki, bəzən sinifdə hər hansı bir məsəl üçün mövzudan kənar sualın verilməsi, müəllimin bu mövzuya daha çox getməsi, onun ətrafında çox geniş müzakirə açması nəticə etibarilə dərs prosesinin pozulmasına gətirib çıxarır. Bəlkə hamı ona maraqla qulaq asır, amma nəticə etibarilə bugünkü dərsimiz bizim pozulmuş sayılır. Yəni müəllim qarşısına qoyduğu məqsədə çatmır. Və şagirdlər çox gözəl bilirlər ki, hansı müəllimlə bunu etmək olar, hansı müəllimlə isə bunu etmək olmaz. Şagirdlər bizi bəlkə bizdən də daha yaxşı tanıyırlar. Ona görə də müəllim bunu həmin dəqiqə hiss etməlidir.
Müəllim anlamalıdır ki, verilən sual həqiqətən ehtiyaca uyğun sualdırmı, yoxsa təlim prosesini pozmağa mı xidmət edir? Belə olanda müəllim prosesi yəni anında dayandırmalıdır. Bunu əlbəttə ki, kobud şəkildə yox. Biz bu barədə sonra danışarıq, tənəffüsdə müzakirə edərik və s. və şagirdlərin fikrini yenə də təlimə yönəltməlidir. Sinif otağının da düzgün dizayn olunması bu çox vacib məsələdir. Fərq etməz bu ibtidai təhsil səviyyəsidir, ümumi orta ya tam orta. Sinifdə elə bir ab-hava olmalıdır ki, şagird başını qaldırıb divara baxanda oradan da nəsə öyrənmiş olsun. Bu çox vacib məsələdir və bundan əlavə sinif otağının rəngarəng olması, bu xoş ab-hava yaradır. Sinifdə dibçəklərin olması, bu çox xoşdur. Eyni zamanda naturalist intellektə malik olan şagirdlər üçün bu çox ürək açandır. Bax, bu məsələlərə də müəllim mütləq şəkildə diqqət yetirməlidir. Bir növ sinif şagirdin ikinci evi olmalıdır. Bir də bir şey vurğulayaq ki, sinifin dizaynı deyəndə təkcə hər hansı bir üzərində qaydalar yazılmış tabloların asılması nəzərdə tutulmamalıdır. Məsələn, orada şagirdlərin əl işləri də sərgilənə bilər, qrup işlərinin təqdimatı da ora vurula bilər. Eyni zamanda digər, bəlkə şagirdin ola bilər, hər hansı bir şagirdin çox gözəl əl işi var, rəsm qabiliyyəti var. Onun əl işləri də orada sərgilənə bilər. Bu şagirdə hətta özünə inam yarada bilər. Bəli, bu digər şagirdlər üçün motivasiyadır, həm də hətta həmin şagird üçün də motivasiyadır. Bundan əlavə sinifdə bir informasiya bloqu olan bir yer olmalıdır ki, orada bütün yeniliklər, xəbərlər, məsəl üçün nə vaxt bizim gəzintimiz olacaq, məsələn kiminsə ad günüdür, biz onu qeyd edirik və s. bu kimi informasiyalar və yaxud nə vaxt KSG-lər keçiriləcək, BSG-lər nə vaxt olacaq, bir informasiya bloqu. Bundan əlavə sizin sözünüzə qüvvət, yəni müxtəlif fəaliyyətlər. Məqsəd ondan ibarət olmalıdır ki, şagird sinif otağına girəndə o sinif otağının məhz onun üçün səmərəli şəkildə dizayn olunduğunu hiss eləsin. O anlasın ki, mən bura oxumağa gəlmişəm, öyrənməyə gəlmişəm və divarda olan istənilən bütün əşyalar sağlam mühitin qurulmasına, eyni zamanda öyrədici mühitin qurulmasına yönəlməlidir, buna xidmət etməlidir. Mən sizə ekranda belə bir nümunə göstərmək istəyirəm. Bəlkə müəllimlərimiz üçün düzdür, sertifikatlaşdırma imtahanında olmasa da, amma gündəlik fəaliyyətlərində faydalı olar. Məsələn, qaydaları bu şəkildə də divardan asa bilər müəllimlər. Xüsusən də ibtidai siniflər üçün bu çox maraqlı olur. Eyni zamanda həm onlarda müəyyən vərdiş yaradır. Çünki işarələrin yanında birbaşa onun nəyə xidmət etməsi göstərilir və bu bir şagirdə vərdişə çevrilməsinə də şərait yarada bilər. İstərdik ki, sinif otağının dizaynına bağlı baxaq. Gördüyünüz kimi bu sinif otağıdır. Sinifdə xəritə də var. Hüsnxətt qaydalarına uyğun olaraq hərflər də yazılıb. Maraqlı, lövhə çox maraqlı şəkildə dizayn olunub və istər-istəməz şagirdi bu mühitdə, yəni sinif mühitinə cəlb edən, orada daha sərbəst, daha rahat, daha faydalı olacaq informasiyaların olduğu bir mühiti şagird görür, hiss edir və əlbəttə ki, belə bir mühitdə öyrənmə daha faydalı olur. İndi isə gəlin sinifin idarə edilməsi ilə bağlı situasiya tipli suallarla tanış olaq. Qrup işi zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri müzakirələrdə dominantlıq edir. Bu da digər şagirdlərin fəaliyyətdən kənarlaşmasına səbəb olur ki, nəticədə şagirdlərin öyrənməsi aşağı düşür. Bu problemi həll etmək üçün verilən yollardan hansısı səmərəlidir? Gördüyünüz kimi, yenə də sinifin idarə olunmasında şagirdlərin bir-biri ilə ünsiyyət qurması ilə bağlı bir problem yaranır və müəllim bu problemi həll etməlidir. Dominantlıq edən şagirdə mane olmamaq lazımdır, çünki onun üçün öyrənmə prosesi yüksək səviyyədə gedir. Əlbəttə ki, bu problemin həlli ola bilməz. Biz bir şagirdə digər şagirdin öyrənmələrini qurban verə bilmərik. Qaydaları xatırlatmaqla prosesə müdaxilə edib, digər şagirdləri də müzakirəyə təşviq etmək məqsədə uyğundur. Bəli, bu düzgün cavabdır. Müəllim sakitcə qaydaları göstərərək prosesə müdaxilə edə bilər və digər şagirdləri də müzakirəyə təşviq etmək üçün hər hansı bir öyrədici sual, yönəldici sual verməklə prosesi yenidən təşkil edə bilər. Baş verənləri görməzdən gəlmə və şagirdlərin özlərinin problemi həll etmələrini gözləmək lazımdır. Bu doğru problemdir, çünki dərs prosesi gedir, öyrənmə prosesi dayanır. Dominantlıq edən şagirdlə dərsdən sonra danışmaq və sinif yoldaşlarına qarşı daha açıq olmağı təklif etmək məqsədə uyğundur. Bu addım da problemin həlli ola bilər. Amma biz sinifdə
problemi həll etməliyik. Amma bu problemin həlli isə Tədris dərsdən prosesindən sonrakı sonra. məsələdir. Bəli, biz həmin dəqiqə müdaxilə edib digər şagirdləri müzakirəyə cəlb edirik. Sonra isə bəli şagirdlə danışıb və biz onu sinif yoldaşlarına qarşı daha açıq, daha fərqli davranış nümayiş etdirməyə çağıra bilərik. Bu barədə onu düşündürməyə yönələ bilərik. Amma biz həmin dəqiqə bu qərarımızla sinifdə yaranan problemi həll edə bilmərik. Ona görə o nöqteyi nəzərdən verilən problemi həll etmək üçün bu həll yolu uyğun gəlmir. O qrupdakı şagirdlər arasında vəzifə bölgüsü aparmaq və şagirdlərin müzakirədə bərabər hüquqlu iştirakına şərait yaratmaq məqsədə uyğundur. Ümumiyyətlə müəllim qrup işi zamanı şagirdləri o məqama gətirib çatdırmalıdır ki, onlar özləri öz vəzifə bölgüsünü apara bilsinlər. Belə olan halda onlar öz aralarında razılaşma aparırlar və biri digərinin prosesinə mane olmur. Əksinə bir-birləri arasında hesabatlılıq yaranır və bir-birlərinin fikirlərinə hörmət edirlər. Yəni vəzifə bölgüsü müəllim tərəfindən aparılmalı deyil. Ona görə də problemin həlli bu ola bilməz. Beləliklə cavab B variantı. Başqa bir suala diqqət etdik. Şagird sinifdə təqdimat edərkən sinif yoldaşı müdaxilə edir və tez-tez yerindən danışaraq, zarafat edərək danışanın sözünü kəsir. Bu da sinifin idarə olunması ilə bağlı olan bir problemdir. Bu situasiyada problemi necə həll etmək məqsədə uyğundur. Şagirdin müdaxiləsi zarafatyana olduğu üçün prosesi dayandırmamaq və soyuqqanlı olmaq daha məqsədə uyğundur. Əlbəttə ki, bu problem həlli deyil, çünki təqdimat edən şagirdin prosesinə mane olur. Təqdimata müdaxilə edən şagirdi hamının yanında irad bildirmək, sinifdəki hakimiyyətin sizdə olduğunu ona göstərmək lazımdır. Əlbəttə ki, bu da problemin həlli deyil, çünki hər ikisi şagird olduğuna görə, hətta prosesə müdaxilə edən şagird belə onu hamının yanında irad bildirmək, onun şəxsiyyətinə toxunmaq qətiyyən yol verilən hal deyil. Təqdimata müdaxilə edən şagirdlə dərsdən sonra təklikdə danışmaq və onun davranışının sinif yoldaşlarına necə təsir etdiyinə diqqəti yönəltmək lazımdır. Bu da yenə problemin həlli ola bilər, amma bu dərs zamanı gedən prosesi düzəltməyəcək. Bəli, problemi biz yerində həll etməliyik və daha sonra həmin şagirdlə yenə də danışa bilərik. Şagirdin müdaxiləsinə göz yummaq, təqdimat edən şagirdin özünün problemi həll etməsini gözləmək lazımdır ki, bu da uğurlu qərar deyil. Təqdimata müdaxilə edən şagirdin adını lövhədə yazmaqla qaydaları xatırlatmaq və təqdimatı kəsmədən qeyri-verbal işarə verməklə prosesi idarə etmək məqsədə uyğundur. Əlbəttə ki, bu indiki situasiyada məqsədə uyğundur ona görə ki, şagirdin biri təqdimat edir, onun nitqini kəsmək o prosesə ziyan vuracaq və eyni zamanda qarşı tərəfi də yəni başqalarının yanında utandırmadan onun da öz davranışını minimuma salmasını biz istəməliyik. Belə olan halda bəli şagirdin adını lövhədə yazmaqla qaydaları xatırlatmaq məqsədə uyğundur. Bugünlük bu qədər. Düşünürəm ki, verdiyimiz informasiya müəllimlərə bu tip sualların cavablandırılmasında faydalı olacaq. Əziz müəllimlər, biz bugünlük verilişimizi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.